Nə deyirsən? Ay Allah. Mənə 100 dənə qoyun yetir. Bax elə burada otlasınlar. Hə? Ay Allah. Mənə 5 dənə canavar yetir. Bunun qoyunlarını parçalasın. Niyə? Sənin 100 dənə qoyunva görə mənim canavarlarım ac qalmalıdır. Bəs mənim qoyunlarım harda otlasın? Bəs mənim canavarlarım yazıq deyil. Getsinlər o yana, mənim qoyunlarım burada Hələ otarlar. sənin qoyunların geçsin o yana da. Mənim canavarlarım Sənin canavarların. Qollarımı da get o Sən kimsən ha belə deyirsən? Canavarların. Get o yana ay kişi. Abi. Kes yana. Bir dakika diyorsun. Ne deyirsən sən? Mənim qoyunlarım burada oturur. Mənim də canavarlarım burada olacaq. Mən deyirəm qoyunlarım. Mən də deyirəm Abi ki, başa salın görüm ne olur. Molla. He. Deməli mən Allah'tan 100 dənə qoyun istədim ki, Aha. bax burada otlasınlar. Əcəb eləmsən. Onun da canavarları mənim qoyunlarımı parçalayır. Niye? Çünki bunun 100 dənə qoyunu ola. Mənim canavarlarım ac qalmalıdır. Gəlsin başqa şey tapsınlar yeməyə. Mənim qoyunlarım. Mənim canavarlarım sənin o qoyunlarını paramparçam eləyəcək. Heç də eləyəm. Eləyəcək. Heç də eləyəm. O eləsin sən də. Ay Allah. Ay Allah sana kurban olun. Bunların ikisini de eşek elə. Benim canımı koca eşeğden kurtarsın.